Yeni bir videodan herkese selamlar. Uzun müddətdir ki Temu videosu çəkmirdik və açığı mən də sifariş eləmirdim. Axırıncı fevralın 8-də sifariş etdiyim məhsullar idi. Amma aprel ayında bir neçə şey yadınızda demişdim ki sifariş edəcəm. Həmin məhsulları sifariş eləmişəm və biraz çoxdur deyəsən. İnşallah indi mamamla bir yerdə açacaq. O da çoxunu görməyib, bilmir. Görək onda xoşuna gələcək, yoxsa yox. Videoya başlamazdan öncə zəhmət olmasa kanala abunə olun, rəy yazmağı və videoyu bəyənməyi unutmayın. Başlayaq, görək necə maraqlı şeylər var. Linki də videonun altında paylaşacağım. Qiymətlərindən bir yerdə oradan baxa bilərsiniz. Amma aç zəhmət olmasa, baxaq görək, hamısı birləşdiriblər deyə açığı, yəni biraz çətini çəkdim gətirəndə, amma inşallah ki, heç nəyə qırmamışam. Belə buluda qoyanda pisdir də, buluda qoyanda yayılır təmiz. İçin buludlar düşürür, hər yer bulud olur. Gələk bir də bundan sonra ev tostoranlayıb ev silək. O nədir? Mən də xəbərim var, yoxdur vallahi. Hamısını qarışdırıblar bir-birinə. Bilmirəm, nəyin içinə qoyublar. Nədir? Nədir? Qırılıb. Qırılıb deyirsən. Qırıq-qırıq olur. Bu, açma. Bu, əslində rəsm üçün olan bir paleti idi. İçinə boyaları qoyub rəsm edirdim, amma qırılıbdı. Elə bunu mama qoyub paketə aparıb bunu qaytaracam. Bu gün aparıb qaytaracam onu. Bunu qaytaracam. Heyf, amma qəşəng idi o. Üstündə Van Gogh heykəli olan bir palet idi. Seramik idi. Sizə bilirdim, seramik risklidir. Bunlar da sumkalardır. Bu yadınızda bir dəfə də bundan almışdım. 3 ədəd. İçində nə bilim paltar falan zad yığmağa. Məsələn, çol mələfə, yorğan, yastıq yığmaq üçün. Çıxart birini çıxart baxsınlar. Belə bir şeydir. Qatıb qarışdıqlar hamısı bir-birinə, o da qırılacaq da, heyf. Heyf yox, bunu qaytaracaq. Bunları almışdıq, yenə 3 dənəsini vurmuşam. Həqiqətən çox qəşəng, çox keyfiyyətlidir. Üçünə məncə 14 manat neçəsə qəpik var. Təqribən 15 manat ödəmişdim. Bağladın desən, nəsə 2 dənə şeylidir. İstəyirsən qoy yerinə. Bundan almışdım olsa, bir də aldım 3 dənəsində ki, evdə olsun, lazım olar deyə. Bunu kənara qoyaq. Qoy içinə. Ya da istəyən yox, belə qoy da, lazım olar. Yaxşı, bunu qoyuram kənara. Sonra görək nə var. Orada bir top görünür. Özüm üçün əslində tenis topum var idi. Sadəcə xarab olub. Belə bir şey almışam ki, özüm üçün evdə. Yox, açma. Evdə özüm ya da həyətdə falan zat. Ya tenisə gedəndə, idmana gedəndə bunu istifadə edeyim. Demə, bu topudur. Topu bunun içinə qoyursunuz. Raketlə özünüz məşğul olmaq üçün yaxşıdır. Yəni, tək nəfərli oynamaq üçün qəşəkdir. Bunu da hələlik qoyuram onun üstündə. O nədir, bilmirəm. Kəs görək. Elə kəs ki, indi məsələn onu qaytaracam qəşək qutusu ilə alıb deyə. Baxaq görək içinə. Nədir ki, 50 yaşın içinə? 50 kəs var. O laf pisdir. Sonra şeylə gəlsə ona yaxşı. İncətlər, dedim uzun kəs, çünki bizim şey olmaz. Baxın, nədir ki o? Bu yarpaqlar. Sifariş vermişdim. Supla sifariş vermişdim. Tarelka və yaxud da qab altı üçün. 6'lıq. 6 dənəlik. Nətərdir materiallar mı? Belə nə materialdır bu? Sizə nədir? Kağız kimidir də. 6 dənə olmalıdır. 3 dənədir, onun içində ayrı qoyublar yəqin. Yox, elə 6 dənədir. Çiçədir, çox incəlidir prosta. Dəqiqə, belə qoy göstərim. Bu belə sıxladır, bunun üstünə tarelkaları və s. qoyub sunumlar eləmək üçün. Şurada. İstifadə edərik. Bunu qoyuram hələlik bunların üstünə. Belə bir çöp sifariş eləmişdim. Qoy buna baxaq. Deməli, bu çöpdən yenə bunlar da nə bilim, nəsə şinyatdan falan üstünə vurmaq üçün, kanepelər falan eləyəndə qəşək sunumluqlar üçün qəşəkdir. Bu yarpaqlara da uyur elə. Bunları dəstə olsun deyə vurdum. Bir dəqiqə, bu telefonuma qab vurdum. İnşallah ki, olar. Əslində köynək qabımda bunu oxşuyurdu. Şəffaf mən xoşlayıram. Ona görə bir dənə belə bir şey vurdum. Bu tenis üçün papağım yox idi. Var deyə qırmızıydı. Belə bir bənövşəyə vurdum. İndi bunu da baxacağım necədir. Amma bir də bunu açdı zəhmət olmasın. Baxaq görək.
Qəşəngdir. Qəşəngdir materialda. Və bir şey qeyd edeyim ki, bunu mən 1 qəpiyə vurmuşam. Çünki mən ümumiyyətlə birisi Temudan çox sifariş elədiyim üçün Temu belə arada mənə qəşəng təkliflər və sürprizlər eləyir. Bunu da 1 qəpiyə vurmuşdum, 1 qəpik. Amma çox qəşəng keyfiyyətli görünür. İndi başından istifadə edib baxacağım görüm necədir vəziyyətim. Yaxşı. Bir dənə belə şalvar vurmuşdum. Görək nətər olacaqmı? Özüm Eldrazmer vurdum hər ehtimal ki, boş olsun əynimə, amma bilmirəm necədir. Amma bu tərəfə biraz belə. Hətta bu olub da modeli. Özüm də böyük vurmuşam. Yayda geyməyə qəşəngdir materialı. Ütülüyüb əynimdə baxacağam. Sizə də bir ataram. Ya da story kimi ataram. Short kimi baxarsınız. Rəngi falan qəşəngdir. Mən sarı xoşlayıram. Onu klokun atmaq istəyirsən. Klok qalsın. Onu yuyarım, istifadə edirəm. O nədir? Elə eləyiblər ki, bu dəfə çox heç xoşum gəlmədi sarılmaları. Qırıq-qırıqdır hamısı. Bu qabdan bir dəfə də vurmuşdum da, salat qabıdır. Amma elə şeylər ki, birdən qırılsa qaytara bilim. Bax, da qırılsa da yoxdur. Elə bulda qoysan ki, imkanı. Taxtası qırılıb bunda. Qırılırsın ya. Taxtası qırılıb elə. Şeylər. Yox, o dağılır. Yox, şişəsi qırılmıyor. Amma taxtası elə bir çıxıbdır. Hə, taxtasının burası biraz böyle şeydir. Yapıştıraram olmasa. Bu hissəsi yapışqanı dəsin, yəqin yapışqanı qopubdur. Onu yapışdıraram. Burası da qırılan tərəf var. Hə, çatlayıbdır biraz. Amma eyb yoxdur, yaxşı şey olmuyor. Ay mama, bu birindən qəşəngdir ha. Yadınızdadır, mən bundan bir dəfə də vurmuşdum. Onun şüşəsi nazikdir. Özdə mən onu baha vurmuşdum. 38 manata vurmuşdum. Elə ölçüsü bundan yoxsa biraz enlidir. Hə, amma o çox incə idi. Bundan bahaydı, incə idi. Bunu 19 neçəyə vurdum. Ucuz vurmuşam. Amma daha keyfiyyətli görünür. Bax şüşəsinə, necə qalındı. Baxın, bunlar kleydi. Kleylidir. Hə, yapışdıraram onu. Hə, eyb yoxdur. Hə, onu yapışdıraram. Qoyum hələlik qoyum bura. Hə, bir onu da qoyum üstə. Hə, bunun şüşəsi daha qəşəngdir. Hə, bundan da xoşum gəldi. Və ondan ucuz. Yəni. Böyüklüyü də təqribən eynidir. Yaxşı, bunu da hə, at gitsin. Əsas bu qırılmadır. Eyb yox. Ama bir bax belə bir taxtası satdı oldu. Bunu eyb yox, yapışdıraram. Hə, bu yadımda ama demişdim runner'dır. Stolun ortasına qoymağa belə sərməyə, çatan. Aç bu taxtları. Sonra axırda buranı seyirləsin, runner'ı falan istifadə edib belə qoyarıq. Göstərirəm izləyicilərə necə olur, amma materialı qəşəng oxşur. Böyüyün vurmuşdum. Ha, çatandır. Ha, qəşəngdir. Ha, rəngi falan qəşəngdir. Belə çevir belə. Dən. Ha, böyle qəşəngdir. Elə o şeyləri də oxşur o yarpaqlarla da bunlar dəst kimi. Hə, bunun deston üstünü çərib göstərirəm. Yaxşı, onda klokunu atma istəyirsən. Ha, onları sonra istifadə edəcəm. O nədir? Hə, bu yaxa broşu belə vurmuşdum. Şirin rəsmlə bağlı. Pencəyi falan istifadə eləmək yayda. Qəşəngdir, minnoş. Bu nədir bəs? Bu nədir? Bu da gəlin nəyi? Aa, şey. Hə, nə qəşəng. Bu salfetka və yaxud da nə bilim. Hə. Dəsmal falan arasını qoymaq üçün süfrəyə sunum üçün. Qəşənglər, keyfiyyətli də xoşum gəldi. 6 dənəli. Hə, bu okey. Bəlkə bundan birini də alaram, onun içine yeyərəm. Amma qəşəngdir altılığı. Səhər yeməyində elə belə günortada da qəşəng istifadə eləmək olar. Hə, bu okey. Mən qorxurdum birdən o şey hissəsi qəşəng gəlməz. Hə, belə yalandan da. Eyb yox, qoyuram. Əziz gələk. Böyle bir şarf da sipariş eləmişdim. Bu şarf da gəlir. Rəhli. Düz indi də şarf vaxtı çıxıbdı, amma yazda ya da payızda falan, qışda istifadə edirəm aksesuar kimi. Başı. Yox, buradan da budur. Ha, aç. Oradan. Belə materialı gördüyünə qədərdir. Açığı yaxşı rəylər var idi bunlarda materialı. Başqa birində sifariş verəcəm burada. Hamı qəşəng yazıldı. Böyüklüyü falan yaxşı deyildilər. İndi baxaq. Üstündə hə, at figurları var. Mən sevirəm at figurlarını. Qəşəngdir. Hə, material da qəşəngdir. Hə, xoşum gəldi. Baxın, dəqiqə. Hə, qəşəngdir. Rəngi də qəşəngdir. Tam belə yazlıq, payızlıq
Geçək kombin eləmək üçündür, yaxşı. Buna da bir quş vuracaqdım. O nədir? O nədir? Ha, su qabı sifariş eləmişdim. Bəlkə onlardır. Bəlkə su qablarımız, amma o 3 dənə idi axı. Bir dənə gəlir. Bir dənə o böyük gəlir. Bəs bu 3 dənəlik və içinə qoyublar o birləri. Yox, yerləşməz içinə. Boşdur, incildür. Böyle bir su qabı sifariş eləmişdim, amma gördün ki 3 dənəlikdir, birini göndəriblər. Qoy baxaq ki, bəlkə o bir kutulan. Bu içəydi. Hə, içəydi biri belə. Bəlkə o bir kutulan içindədir. Hə, bunu qoymamı açsın. Hə, bu qəşəkdir. O su malıdır, şılankıdır, onu da ver. Hə, sağ. Bəlkə yendirim içində var başqa. İçi böyle aşırı ağzını. Ha deyirəm bax, çiçək qoyublar, bilirəm bax. Necə çox bilmişlər. Bax hələ. 3 dənə idi çünki bu. Bir dənə də olmalıdır. Bəlkə o da bunun içindədir. Çünki 3-lüyü də amma bunu aşırıq. Biri elə bir lap belə böyükdür. Baxın, altına bulutlar imkan versə qoyacaq. Hə, dedim də. Elə bir yuvalayıb. Bax, bir dənə belə balacası var. Bir də bu böyüdür. Hə, Həmsi, bunu elə ağzını bağla, hamısı. İçində şlank var. Hə, onda şlank var, yaxşı onu çıxardaram. Bunu elə buna bağla istəyirsən, hələlik şey qoyum üstünə, videosunu seçim. Hə, nə qəşək ikisi. Analı balalı. İstərəm matruşka. Hə, matruşka kimi içsə qoyublar. Hə, bu da bu lazım. Böyle su qablarını üçünü bir yerdə 9.90-a deyirsən aldım. Çox ucuz idi, məncə super ucuzdur. Böyüklüyü falan da gayet yaxşıdır. Yəni hər ölçüdə vardı. Bu 280 millim tuturdu, baxmışdım. Bunlarda yəqin ki bu yarım litr olar. Bu da litr yarım. Hə, 1380 millimdə budur. Yazıb üstündə. Burada nə qədər? 800 millim budur. 1 litrə yaxındır. Baxın, 280 düz xatırlayıram. 280 də budur. Süperdi yay üçün. Rəngi də qəşəkdir. Mən də bənövşəyə xoşduram onsuz da. Yəni okeylədim bu qəşək. Şunları qoyub tərəfə. Bəyəndim bunları. Qəşəkdir. Birini sən götürərsən idmana, birini də mən götürərəm. Bunu da arada bir istifadə edərik də. Qoyun bura hələlik. Oy. Ya Allah, o nədir bə? Aç görək. Bilmirəm. Əsas mən 2 dənə fincan vurmuşam. Mamdan özümə. İnşallah onlara bir problem olmaz. Qalanları elə belə düzündür də. Nə olmaz. Amma indi yolunu tapmışam. Keçən dəfə necə yadınızdadır, sumka almışdım, qırılmışdı bir qırağa, apardım, qaytardım. İnşallah yəni bu şeyi də aparıb qaytaracağım. Paleti. Hə, qapı üçün aksesuar almışdım. O da nə qəşəng paketliklər. Qəşəkdir. Deyəm amma. Hə, qapıya asmağa mən yadınızda yeni ildə də asmaq üçün almışdım. Amma belə günlükdə qapının üstü boş qalsın istəmirəm. Həm rəhli, həm də qəşəng bir aksesuar olsun istəyirdim. Bunu aldım. Məncə bunu 15'e ya 14 neçəyə aldım. Baxma, aç istəsən zəhmət olsa baxaq şeylərlə. Üstündə elə bir lobya da tumları var, nə bilim. Başqa yaşıl maş tumları nədir? Yəni aksesuar kimi də plastik. Amma qəşəng keyfiyyətli görünür, pis görünmür. Bax belə qoy. Bantikinə falan baxaq. Hə, bantiki də qəşəngdir. Hə, bax elə belə üstdən qəşəngcəni asarsan. Hə, ya belə as, yandan assan bantiki qalar göydə. Hə, belə asmaq yaxşıdır. Hə, qəşəngdir. Xoşum gəldi. Asaram bunu indi. Hə, bunu indi basacağam. Yeni ilə qədər bu qalsın. Yeni ildə də yeni il üçün varımızda. O. Həm də belə yaşıl falan zət qəşəngdir. Süper. Hə, qəşəng buranı düzəldərik. Əla. Qoy bunu qoyma tərəfə. Ver. Sen de gel xalanın qucusuna. Başqarım bura. Hə, bu stəkanıma inşallah qırılmaz. Stəkan vurmuşam özümə. Kofe içməyə. Maraqlı bir şeydir. Azı 150 millim falan zat tutur. Yaxşı paketləyiblər inşallah. Yavaş çıxar. Hə, bir damcı da şey. Hə. Üzdür. Ege baxın, bunun əlbəkisinə. Sifətdir əlbəkisi. Deyirsən də üz gördüm bu da bax. Mam yazıb mən əlbəkisin. O qədər istəkan var ki, yəni belə kofe içmək üçün mən də dəhşət xoşdurum. Nə şirindir, həbsi. Bu tam mən espresso stəkanımdır. Amma çox balacadır, bu qədər böyük gözləmirdim. Balaca gözləmirdim. Mən deyirəm, biraz da böyük olar. Amma çox maraqlıdır. Elə də baha almamışdım. Elə bilirəm 9 manat aldım, neçə aldım.
Qəşəng gəlib, qırılmayıbdı. Bu da burada bundan elə bir ki, baxışırlar. Bir də baxın mı? Elə baxışırlar. Siz burada baxışın. O nədir? Ha, bir dənə elə belə tişört vurmuşam. Bunun əslində qarasını qışda sweatshirt kimi vurmuşdu. Bunu elə belə evdə yayda falan geyinməyə böyük razmer el vurdum ki, bir oversize olsun geyinim. Hə? Elə belə evdə şortiklə falan geyinirəm. Qəşəng, material qəşəng qalındır. Belə Temudan bir də baxsınız, çox keyfiyyətsiz olur şey parçalarda belə. Bir də baxsınız elə qəşəng qalın olur ki, bax pambıqdır. Qəşəng, xoşum gəldi. Mən baxın materialına. Şimdi razmeri yazırmı? Razmeri yazmır amma el vurmuşam. İndi görək nə dərəcədə eldir. Ha, bir də kalistik vurmuşdum özümə vaxt. Sən demişdin də. Bunu şeylə, ağ pencəklə kombinləyəcəm, kalistikom. Üstə çiçəkləri var. Ha, çox qəşəngdir. Çox qəşəng, bax. Deməli, bunun üstündə... Bir dənə bu tərəfə çək. Aha. Uzunluğu da qəşəngdir. Ha. Super. Hələ arxasında belə şey də var da. Bu kişi kalistiklarını doldurur. Bax. Ha, onu keçir ora. Bunu bağlayıram. Ağ pencəklə. İndi birazdan tam sezonudur. Bunu qəşəng kombinləyəcəm. Xoşum gəldim. O nədir? Aa, ayaqqabı da vurmuşdum qırmızı. Ha, nə qəşəngdir. Görsə ayağım alacaq. 37 razmer vurmuşam. Çünki 37 geyirəm. Necə olur? Onlar hə, həm də burnu açıq deyə çox da risk elib 38 vurmaq istəmədim. Qışda 38 falan alıram sapaşkinzada, amma belə yayı almadım. Çox maraqlı. 30 manat neçəsə qəpiyə aldım. Məncə qəşəngdir. Tikilişinə bir dənə baxaq. Pis deyil. 30 manata görə 37 razmerdir. Bir dənə baxın. 37 razmer. Qəşəng ayaqqabılar. İndi bunu geyinib ayağımda bir baxacağam. Sonra sizə yazaram necə oldu. Bir dənə belə qoyma istəyirsən. Tam forması görünsün. Keyfiyyətli görünür. Ha, məncə keyfiyyətli görünür. 30 manata görə bayağı yaxşıdır. Ha, aşağı. Fərqlidir özdə. Ayaqqabı modeli də amma pasanışqadır. Belə də fərqli şeylər bilirsiniz də mən seviyorum. Yaxşı. Bu dişləri qoyaq qutusunun içinə. Sonra denəyəcəm, baxaram. Görək necə olur. Yaxşı, buna da bir quş. Sonra. Cihizimizdən nə qaldı? O nədir? Hə, heykəlimdir bəlkə. Ay Allah, nə olar qırılmasın. Ora heykəl almışdım. Venice heykəli, mavi. Özdə 30 manat almışam, ucuz da almadım. Venice heykəlini. Qoy görüm hələ nətər oldu. Bu şey elə qırıldı, palet elə pis oldum ki, olma bilsən nədir? O palet qırılan. Üstünə boyaları qoyub, hə, üstünə fırça ilə götürməyə. Van Gogh'un heykəli var idi. Bir də onun təzədən alınmadı. Gələndə qırıq, bildim ki, elə şeylər qırıq gəlir. Qəşəng paketləməyiblər də. Senin heykəlindir. Hə, heykəlimdir. Görə o civili qırılmayıbdır. O ayaqlar da var. Mesela ayağında qara şeylər var. Başı bu da onda. Oradan kəsən. Amma elə kəs ki, birdən qırıq olsa Allah eləməsin, qaytara bilir. Skoçdub qaytaram orasını. Bu kəsilməsə çıxmaz. Niyə başdan eləsən, çıxa bilərik, sürüşdürsən. Buldum içindədir. Onda sən gəli kəsən. Xoş görür salmaqdır. Şükür. Bu başqa şey. 30 manat almışam bunu. Bu Venüs heykəlidir. Venüs yəni Venera heykəli. Venera da bilirsiniz də aşk deməkdir. Yəni aşk heykəlim. Hə, indi bunu əslində belə qoyub evin... Nə ilə? Hə də ona dəqiq belə qoyum baxın. Bura almışdım əslində. İndi silmədim. Prosto belə sizə fikir olsun deyə qoydum. Burada da mənim gramofonum və Elvis Presley'm var. Hə, çox maraqlı. Mən də xoşum gəldim. Qəşəng. Yaxşı. Mamiçka, bu nədir? Bu yəqin ki bizim fincanlardır. 2 dənə sifariş eləmişdim. İnşallah bunlar da qırılmayıb. Belə şeylər verin də qorxuram da. Qorxa verirəm. Yuvana xoş gəldin Venüs. O qəşəngdir. Rəngi bizim yastıqlarımızın rəngi öyle. Yəni mavinin tonlarıdır da demək olar şamısı. İnşallah qırılmaz. Yaş bu bunun əlbəkisi. Aha. Bu mamamın analar gününü almışam. Mayın 11'i bilirsiniz də analar günüdür. Yəni Türkiyədə daha doğrusu bizdə deyil. Yenə də o ne qoydun bir dənə onda. Hə onda o biri də var. 2 dənəsini almışam. 2 dənə sifariş eləmişdim ki ana qız oturaq qarşılıqlı bir cappuccino keyfisi yapaq. Görək hələ. İkisi də bir rəngdir. Hə, ikisini də özüm eləmişəm ki dəst olsun.
Amma çox qəşəng görünür, böyüklüyü də qəşəngdir. Hə, xoş gəldin. Bunlar kolay falan. Bunlar güzel Mavcı minik də, yəni minik bir anneler günü hədiyyəsi. Hə, ya salamat gəlib, şükür Allaha. Bir dənə o problemdir. Ha, çox qəşəng. Tut görüm oradan. Tuttum. Şəhdi. Çin 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 çin. Qəşəng. Hə. Okeydir, bunu da xoşladım. Nə qaldı? Hə, bir də bunda tenisimdir bu yəqincə. Mən tenisim rayondan gətirmişdim. Raketi falan da əzilmişdi, üstünə qalmışdı. Buradan da açıq almaq istədim. 150 manat idi. Ona görə bunu aldım. Bunu da 50 neçə manata aldım. İndi baxın görüm hələ necə gəlib. İnşallah ki, keyfiyyətlidir. Yəqincə elə cəmaət də buradan alırdı. 150 manatı bunlardan alıb üstünə qoyub satırlar deyə düşünürəm. Daha görə keyfiyyətində. Profesional, yəni tenis üçündür. Nə stolsu tenisim də var, onun raketləri vardı, onun hər şeyi var. Amma bu üçün xarab olmuşdu. Məcbur edim bunu təzədən bir daha. Çünki yay gəlir və tenis sezon gəlir. Bunu da mən qabla, belə sumkalı almışam. Həfsə başqa heç nə yoxdur. Bunu belə sumkalı almışam. Sumkalı olduğu üçün biraz ekstra qiyməti baha olur. Sumkalı yaxşı ki, mən ürəyim istəyəndə aparıb şeydim, açıq çiçeği, özdə açmışdım da. Qəşəkdir. Bu da bənövşəydir, nəzərinizə çatdırıram. Su qabım bənövşəyi, burada tenis papağım var idi. Bunlar da bənövşəydir, baxın. Bunlar belə bir qəşək kombinləyəcəm. Qoy bir daha baxın bunun tellərini, möhkəmdir. Çünki mən bunu alanda bu, baxın bir dəqiqə, Selvi markası brendidir. Onun da brendləri yəni ucuz olmur, yaxşı olur. Keyfiyyətli yaxşı olur və profesional tenis üçün də baxa bilərsiniz böyüklüyünə. Belə bir çak topa vuracam. Gedəcək. Bu da qabıdır. İşte bir şeyimiz qalıb əslinə gəlməyən. Onları da çəkməyəcəm yəqin ki. Hə, bir şeyim qalıbdır. Deyirəm axı nə qalıb. Yağlı boya paleti vurmuşdum. Daha doğrusu yağlı boya seti vurmuşdum. Çünki ondan istifadə edirəm. Bəxtəvər başıma. Onu aparam gərək qaytaram. Heyfdir, çox qəşəngdir. Elə xoşum gəldi ki. Yaxşı, bizim bu dəfəlik sifarişlərimiz belə, bilmirəm, indi yay boyu nəsə alacam, ya almayacam. Heç söz verə bilmirəm, özümə də güvənmirəm. Qəşəkdir, hə, elə özüm elə almışam ki, elə çiynimə atıb gedəcəm də, nəsə idmana falan gedəndə rahatdır. Hə, belə mama, xoşun gəldim. Çox gözəl, hamısı qəşəng. Bu dəfəki belə deyim, sifarişlərim 181 dollar tutmuşdu, ümumi 181 dollar. Amma hatta mən sizə linkdə paylaşacağım nə neçə almışam. Təbii ki, müəyyən endirimlər daxilində 180 dollar olubdu. Amma məsələn, bəzi şeyi 1 dollara almışam, 1 qəpiyə almışam daha doğrusu. Bəzisini neçə manata almışam. Çox ucuz aldığım, çox baha aldığım şeylər də var. Təbii ki, sizin indi alış-verişinizdən asılıdır. Amma ümumi hamısına 181 dollar vermişəm. Yəni o gələnlər də var. Gələnlərdən bir yerdə. Belə fincanlar da bu arada 16-10 hər dəfə 2-2 alıb belə 6 nəfərlik test eləmək olar. Yaxşı, bizim sifarişlərimiz bugünlük bu qədər. Birazdan indi bu runnerları da çəkib stolda sizə göstərəcəm. Sonrası videonu yekunlaşdıracağım. İzləmədə qalın. Deməli, izləyicilər, ayaqqabıları geyindim. 37 razmer vurmuşdum. Yaxşı da 37 vurmuşam. Çox qəşəngdir. Həqiqətən indi düzdür. Ayağımda pedikür eləməmişəm, amma yenə də super görünür. Tam ayağıma görədir. Yayda qəşəng bunları super bir şeylə kombinləyəcəm. Çox güman ki. Çox qəşəngdir. Yəni heç gözləmirdim. 30 manata görə dediyim kimi çox ucuzdur məncə. Və keyfiyyətli görünür açığı. Baxın, tikiliş falan zət bayağı qəşəngdir yəni. Deməli, izləyicilər, mən suplaları və runneri süfrəyə sərdim. Mən runner uzun sifariş eləmişim, çünki bizim masa açılan masada açılanda 2.40 olur. İndi hal-hazırda 2 metrdir. Amma runnerin ölçüsü 2.70'dir deyirsən. Ona görə biraz böyük sifariş eləmişəm və belə suplalar, yəni tarelka və boşqab altı üçün verdim. Bir dənə də nümunə kimisə tarelka qoymuşam ki, yəni böyüklüyün nə qədər olduğunu təqribi biləsiniz. Ki, bu da böyük bir əslində qabdır, tarelkadır. Və yenə də ətrafında yer qalır. Belə şirin görünəsi, səhər yeməyi və s. üçün çox qəşəngdir. Evə rəfiqələriniz, dostlarınız falan gəlirsə, belə eləmək olar. Şirin də olsa, süfrə indi sərən çox adam, yəni sərmir, süfrə sərən yoxdur demək olar ki. Belə şeylər eləmək olar. Runner'ın da materialı, çatan da qəşəngdir materialı. Elə də baha almamışdım, yəni qiymətinə görə məncə yaxşıdır. Belə. Ümid edirəm bugünkü videomuz xoşunuza gəldi. Videomu bəyənməyi, rəy yazmağı və kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.